Salam dəyərli şagirdlər. Gəlin belə bir suala baxaq. Məsələdə bizə deyir ki, H2S və N2-dən ibarət qaz qarışığının həcmi 89,6 litrdir. Qaz qarışığından alınan sulfat turşusunun maksimum kütləsi isə 196 qramdır. İlkin qaz qarışığındakı azotun mol payını bizdən soruşur. Deməli, H2S-lə azot verilib. Birlikdə həcmi 89,6 litrdir. Yəni, həm də bu nə deməkdir? 4 mol deməkdir. Biz bilirik ki, H2S-dən sulfat turşusu alınır. Düzdürmü? Bunun da kütləsi 196 qramdır. Aşağısından yazıram öz kütləsini. H2S-in üzərindən X yazıram, aşağısından 1 mol yazıram. X 196 qramdırsa, 1-ə 98. X bərabərdir 2 mola. Deməli, qaz qarışığında H2S-in molu nə qədər imiş? 2 mol. Cəmi 4 moldusa, onda azotun molu da nə qədər olar? 2 mol. Məndən soruşur nəyi? Azotun həcm payını. Azotun həcmini və yaxud da molunu bölürəm, ümumi molların cəminə vururam 100%. Azotun molu nə qədərdir? 2. Bölünsün 4, vurulsun 100%. O da bərabərdir 50%. Cavabımız olacaq C variantı.